Bir müddət idi ki, yoluxucu xəstəliklər səbəbindən Azərbaycana bir sıra ölkələrdən heyvan və quş ətinin gətirilməsinə məhdudiyyət qoyulmuşdu. Artıq həmin ölkələrdə xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatdı və epizodik sağlamlıq statusu bərpa olundu. Monqolistan 2 vilayətində xırdaboynuzlu heyvanların çiçək və nodulyar dermatit xəstəlikləri, Fələstin dövlətinin 2 əyalətində, həmçinin Çinin bir muxtar rayonunda Dabağ, Slovakiyanın Nitra diyarında isə yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına əsasən qeyd olunan ərazilərdə xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizodik sağlamlıq statusu bərpa olunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədi ilə sözgedən regionlara tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb, eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.